Salam mərkəzə, hər vaxtınız xeyir. Bu günləri sizlərlə dərslərə qaldığımız yerdən davam edirik. Bizim bugünkü mövzumuz statik klasslardır. Statik klasslar nədir, necə istifadə olunur, onlar haqqında qısaca məlumat əldə edəcəyik. Ümumiyyətlə, statik klasslardan biz obyekt yarada bilmirik. Və ya statik klass, məsəl üçün statik klass yaratmışıq, amma statik klass içərisində statik olmayan bir şey yaza bilmərik. Və bir də bizim indi izah eləmədiyim bir mövzu, statik klasslardan inheritance etmək mümkün deyil. Yəni bu gələcək dərslərin mövzusudur, amma indilik bu iki hissə, hansı ki statik klasslardan obyekt yarada bilmirik, statik klassın içində statik olmayan bir şey yaza bilmirik. Gəlin baxaq. Məsələn, yenə bir person class yaradacağım. Internal public edək, public static. Və biz burada nə yazdıq? Bizim access modifier'ımız hər yerə açıq. Static bildiyimiz kimi access modifier'dan sonra yazılırdı klassımız və klassımızın adı person. Və bizim ilk bilməli olduğumuz nə idi? Statik klassdan obyekt yaratmaq olmur. Gəlin baxaq. Klassımızın adı person idi. Persondan məsələn person nə deyir bizə? Burada baxın, statik klassın instansı, yəni statik klassdan biz bir obyekt yarada bilmirik. Bizə xəta verir hətta. Baxın, statik olaraq təyin edilmiş bir klassdır. Yəni bu bilməli olaraq bunu bilin ki, biz statik klassdan obyekt yarada bilmərik. İkinci olaraq bizim bilməli olduğumuz nədir statik klasslarda? Statik klassın içində biz statik olmayan bir necə deyim, dəyişən və yaxud da hər hansı bir başqa bir şey yazan bilmərik. Məsələn, atıram məsələn, public string name olsun. Baxın, statik klass içərisində olanlar da statik olmalıdır. Baxın, xəta aradan qalxdı. Demək, bizim bilməli olduğumuz əsas iki bir şey yenə üzərindən keçək. Nə idi? Statik klasslardan obyekt yaratmaq olmur. Bunu göstərdim. Ümid edirəm ki, hər kəs üçün aydındır. Və statik klassın içində statik olmayan bir hər hansı bir şey yaza bilmərik. Məsələn, dəyişən göstərdim və gördüyümüz kimi yaza bilmədik. Statik klasslardan mənim sizə izah edəcəklərim bu qədər. Növbəti dərslərdə görüşmək ümidi ilə hələlik.